Herkese selam. Bugün sizlerle birlikte sual cevap videosu çəkirəm. Demək, bir dənə sual gəlib. İndi baxaq. Birinci sualımız. Dərslərini nə vaxt edirsən? Deyəsən, axşam yuxun gəlməyəndə nə edirsən yaz. Dərslərini nə vaxt edirəm? Əgər tətildirsə, yəni 6-cı gün falansa, birinci gün, yəni İşte o vaxt istədiyim vaxt yazıram. Əgər məktəbdən gəldimsə, məktəb günüdürsə, onu səhər tezdən dururam. 8-də dururam deyəsən, 8-də dururam. Dərslərimi yazıram. Təzən 1-2 saat yatıram. Dururam, əynimi geyinirəm. Kahvaltı edirəm. Yəni yemək yeyirəm. Sonra əynimi falan geyinirəm. Şofer gəlir, Məleykəmlə birlikdə gedirik. Axşamlar yuxum gəlməyəndə belə öz videolarıma baxıram, ya belə YouTube kanallarının videolarına baxıram. Masa videolarına çox baxıram. Yuxum gələndə də elə 1 dəqiqə baxsam yuxum gələcək mənim, yatıram. Nə Sezgi filmi xoşdur. Deyəsən bunlar mənim fanımdır. Səma dünyası ban 4 yıl öncə katılıb. Wow. Bir şey abonəsi var ya, abone olmuşam ama. Bu birisi də mənim fanımdır. 17 abonəsi var, 7 ay öncə katılıb. Sizi sevirəm. Deməli, nə çizgi filmi xoşlayırsan? Mən ən çox xoşladığım çizgi film Haydi olub. Haydini daha çox xoşlayıram. Bir də TRT Çocuk'da olur Z takımı. Z takımını da xoşlayıram. Elə olur, indi də baxıram. Haydi'yə də baxıram. Nəsə, bunları xoşlayıram. Başqa da Niloya. Niloya da çox baxmıram. Nəsə, ad günün havada yazıb. Nə vaxtı yazmaq istəyib yəqin. Nə vaxtı? Ad günüm noyabrın 21-idir. Axşam neçədə yatırsan? Bu bilmirəm. Heç neçədə yatdığıma baxmamışam mən. Axşamlar və səhərlər şəhərləri nə edirsən? Dediyim kimi, əgər tətildirsə, səhər dururam, yeməyimi yeyirəm, televizora baxıram, nə bilim, video çəkirəm, nəsə düzəldirəm, skuş falan, belə bir şeylər. Belə bir şey isə. Axşamlar da elə eyni şəkildə. Amma heç nə düzəltmirəm, tək telefona baxıram. Ən sevdiyim YouTube kanalı. Ən sevdiyim YouTube kanalı Delay Kənd idi. Ama sonra Sıla Dündarı xoşlayıram. Ahmetcan Dündar elə baxıram. Bir də Fərəc var, Azərbaycanlı. Ona baxıram. Elə bu qədər. Neçənci sinifdə oxuyursan? Nə bürcüsən? Mən 5-ci sinifdə oxuyuram. Əslində 6-cı sinif olmalıydım. 1 il gec qoyulmuşam. Nə bürcüsən? Əqrəb bürcüyəm. Əqrəb. Ən yaxın dostun kimdir? Bu nə sualdır? Mən videolarıma baxmırsansa. Mən ən yaxın dostum 2 dənə var. Melay, Məleykə. Mənim heç dostum olmamışdı. Yəni mən 3-cü sinifdə onlarla tanışmışam da. Düşünün, 1-ci, 2-ci sinifdə mənə dışlayırdılar. Bir dənə dostum olmuşdu da elə mənə qullanırdı da. Mən də mal olmuşam. Ən sevdiyim rəng qıpqırmızı rəng var ya, qıpqırmızıdır. Bir də açıq mavi rəng xoşlayıram. Ən sevdiyim rəng, ən sevdiyim YouTuber dedim. Niyə bu qədər şirin və gözəlsən? Ya. Sən niyə belə şirinsən tatlım? Masa videolarına necə başladın? Masa videolarına demək olar ki,
Ben kanal açma falan bilmirdim. Nətər kanal açırlar, nə bilim, neylər falan. Bizim qonşu Gülay o açırdı falan. Abonəsi falan vardı. Feride Özdünç kanalı açmışdı. İşte orada dedim ki mənə də aç da. Onda mən açdı mənə. Mən ilk üzümü paylaşdım elədim. Heç kim bəyənmədi. Iy bu nədir? Çox çirkinsən. Böyle şeyler yazmışdı. Ben de o kanalı videoları sildim ve Roblox kanalı elədim. Roblox kanalı, mən bütün kanallarımı blok eləyirdilər. Mənə xoşları gəlmirdi takipçilər deyə bilərəm. Bilmirəm, insanlara xoş gəlmir. Mən də bütün kanallarım silinirdi. Mən də Roblox kanalı açdım. Edit falan elədim. Edit qəşəyləyirəm. İşte oradan da 100-200 abone 100 aboneye çatdım. Sonra mənim dünyanı gördüm. Gördüm ki videolar var. Bunu da dostum dedi ki belə videolar var. Sən xoşlayırsan. Mən də stiker falan xoşlayıram o vaxtlar. Hə. Elə sonra başladım və kanalım böyüdü. İlk dedim ki şey olmayacaq, onsuz kanal bağlayayım istemiştim ama dostum dedi yox. Bacının neçə yaşı var? Bacımın 16 yaşı var, 17 yaşına girir. Bir də 11-ci sinifdir. Ad günün nə vaxtı yazmaq istəyib yenə 21 noyabr. Ən sevdiyim takım Galatasaray. Ən sevdiyim rəng dedim masa turu və masa turu istəyib eləyərəm. Masa turu eləyəndə də bir şeylər düşür, üzüm görsənir. Ən sevdiyin rəng dedim. Takipçilərini sevirsənmi? Bu nə sualdır? Təbii ki də sevirəm. Onlar mənim ürəyimdir. Ən sevdiyin yemək kələm dolması, yarpaq dolması mənim birinci sıramdadır. Bir də nə xoşlayıram? Bir də xəngəl xoşlayıram. Xəngəl də xoşlayıram. Amma çox da xoşlamıram deyə bilərik. Neyse bu qədər. Ən sevdiyin Sanrio karakteri Sinemaro'lu xoşlayıram. Kuromi'ni xoşlayıram. Maymunluyduğunu xoşlayıram. Bir şeyin necə etdi? Evet, herhalde onun tasması ise boynunda diye. Mesut'um benim. Haydi gözüm doldu ya. Mesut'um necə etdi? İlk onunla necə tanışdıq, onu istəyirəm sizdən danışım. İlk mən onunla necə tanışdım? Mən onunla məktəbdən qayıdırdım anamla. Damızca gəldi, miyavlaya qaçırdı. Çox acı idi də, yəni miyavlaya qaçdı. Gəldi bizlə. Biz də qış elədik. Yenə də içəri girmək istədik. Biz də içəri saldı. Yemək falan verdik. Kimsə yorum yazdı. Neyse. Yemək falan verdik. Gəldi özünü bizə sıxallatdı. Mənim ayağım ağrıyırdı. Ayağımda biraz dolandı. Ağrını hiss elədi və o gündən sonra mənim ayağım ağrımadı yəni. Sonra onu başladı saxlamağa. Hava soyuq olurdu. İçəri salırdıq. Amma bir gün havada desin xəstələndi, qriplədi elədi. Neçə gün yemək yemədi. Mən də ağladım ki, o birdən ölər eləyərdi. Allah göstərməsin. Qorxdum elədim. Sonra gördüm ki, yeməyə başladı. Ata da dedi ki, quru yemək yəqin xoşuna gəlmədi. Sulu yemək al. Sulu yeməyi də yemədi. Sonra mama dedi ki, ona səhər axşam verəcək. Onu da örgəşəcək, yeyəcək ki, məcbur olacaq. Yoxsa ona yemək verilməyəcək. Günortaya kimi. Onu da verdik, örgəşdi elədi, yedi elədi. Həmişə də yemək istəyirdi. Ondan sonra doymadı da, yəni ancaq yemək. Sonra belə. Sonra bir gün bilmirəm nə var idi.
2-3 həftədən sonra məsələn həyətdə yox idi. Yəni evdə idi. Bacım üstünə falan dırmaşmağa başladı. Mənim üstümə də dırmaşırdı. Biz qorxduq. Atdıq çölə. Neysə də itdi. Biz nə qədər axtardıq. Axşam saat neçəyə kimi axtardıq. Gəlmədi. Biz də düşündük ki, sərtəcəndən duraq. Mən sərtəcəndən durdum. Axtardım, elədim, görüm yoxdur. Təzədən getdim, yatdım. Yuxulayırdım çünki dərsin vaxtı gəlirdi. Sonra təzədən durdum, baxdım ki, Məstanım oradadır. Qucaqladım, sıxaladım, elədim. Üstü başı bunun tozuydu, qorxdum, elədim. Sonra yenə 2-3-4-5 həftədən sonra Məstan gəldi. Biz Məstan çox axıllı idi da, yəni. Həyətə buraxırdıq, işini görürdü, təzədən gəlirdi evə. Yeməyini yeyirdi, gəlirdi, belə yeri uzanırdı. Qarnım belə eləyirdim, xoşuna gəlirdi. Sonra da işte bilmirəm, axşam tərəfi itdi. Biz də axtarmadıq çünki bilirdik ki, gələcək. Neçə dəfə itmişdi, yəni gəldi. Bir də gördük gəlmədi. Neçə gün sonra yenə axtardıq, yenə yox idi da, məhəllədə falan nə qədər axtardıq. Onun tasması olduğu üçün məncə kimsə götürdü evinə. Mənim düşüncəm belədir. Bilmirəm də day. Kim götürdüysə Allah bəlasını versin onu. Gül kimi pişimi məndən ayırdı da. Neysə. Belə. Çox ağıllı bir şeydi ya. Gəlmədi, eləmədi. Sonra bacım yuxusunda gördü Məstan ki, gəlib üstü başı toz falan qucaqlayır, sıxalayır, eləyir. Biz də dedik ki, gələcək onunla. Gəlmədi. Sonra mən gördüm ki, yuxumda Məstan gəlir, sıxalatır mənə özünü. Sonra yox olur. Dostum da dedi ki, o mənə ölüm deməkdir. Onu da demək istəmirəm. Ölüm deməkdir dedi. Mən yəni içimdən bir dənə bir his gəldi. Onu deyə bilmirəm. Yəni deyə bilmərəm də onun nə tərbiyəsi idi, anlata bilməyəcəm. İşte belə. Amma hələ də çox sevirəm. Sağ olun.